Hörmətli sərnişinlər, Bakı Şarm-el-Şeyx reysi birazdan yola düşür. Biz bir il əvvəl Misrə Şarm-el-Şeyxdə yerləşən Rexus Şarm-el-Şeyx otelinə getmişdik. Bu arada qeyd edeyim ki, bir çox stereotiplərə baxmayaraq biz Misrə elə iyul ayında, yayda getmişdik və heç də istidən bunalmadıq. İnanın, Bakının istisi həmin aylarda rütubətli və nəmli olduğuna görə daha sıxıcıdır, nəinki Misir. Artıq biz Şarm-el-Şeyx hava limanına çatmışıq. Seyfullanı bilmirəm, amma mənim başım və qulaqlarım ağrıyır hazırda. Hava limanında turist məlumatlarının doldurulduğu belə bir kartlar sizə təqdim olunur. Burada 10 dollara, 15 dollara, hətta 25 dollara bu xidməti eləyənlər də var. Sadəcə adınızı, soyadınızı, getdiyiniz otelin adını, hansı məqsədlə gəldiyinizi doldurursunuz. Çox sadədir. İndi isə gedək bunu təhvil verək və pasport kontroldan keçək. Böyük çamadan mənimdir, balaca çamadan da onundur. Biz transferimizi artıq tapmışıq. Seyfullah həll eləyir artıq bu məsələni. Hamı öz belə deyək də transfer edəcəyi qrupu tapır. طريق أتيل بودة أتيل ريكسوس شرم. I will try to explain everything in the hotel. Also, if you would like to ask about anything, just let me know. 24 hours only in the main reception. Saat 2-yə işləyib və gəlib çatdıq. Çox yorulmuşuq həqiqətən. Həm istidir, həm də yorğun olduq. Biz resepsiyondan bura kimi hardasa 5 dəqiqəyə, yox 5 dəqiqə çox olar, 3 dəqiqəyə maşınla gəldik. Yəni böyük ərazidir. Bizim otağımız çox yaxşı yerdədir. Həm dənizə yaxındır, həm də ki əsas hovuza yaxındır. Üstəlik də ki nahar yeməyinin əsasən olduğu böyük restorana da bura yaxındır. Ona görə də sərfəli yaxşı ərazidədir. Hər yerə buradan piyada getmək olur. Gəlin baxaq görək barda nə var. Elə hamısı içkilərdir, başqa bir şey görmürəm mən burada. Birazdan gedəcəyik nahara. Bu arada sizə göstərməmişdim. Bunları belə kofelər və Liptonun paket çayı da var. Bu arada qeyd edeyim ki, bizim qaldığımız otel uşaqları qəbul eləməyən konseptdə idi, amma uşaqlarla rahat gedə biləcəyiniz çox yaxşı alternativlər də var. Biz videoda həmin otelləri də sizə göstərmişik. Həqiqətən də çox maraqlı otellərdir. Əsas demək istədiyim başqa bir məsələdir. Misirə getmək istəyən biri araşdırma eləyəndə qarşısına çox neqativ rəylər çıxa bilər, bəlkə sizin də çıxıb. Amma bizim səfərdə bunların heç biri olmadı. Səbəbi isə sadə idi. Getməzdən əvvəl otelimizi ciddi şəkildə araşdırmışdıq. Burada çox qəşəng bir yer var. Buradan insanlar həm dənizə girə bilirlər, həm də dənizin altındakı canlıları görə bilirlər. Bu arada biz də planlaşdırmışıq sabah suyun altına baş vuraq. Amma bugün hələlik planlarımız başqadır. Baxın, insanlar dənizin altına baxırlar. O maskalardan artıq biz də almışıq. Bu arada burada həmin maska hava limanında 10 dollar, oteldə isə 15-20 dollara satılır. Suyun altını rahat görə bilməyiniz üçün. Yəni burada elədir ki, suya girdinsə balıqlarla birlikdə üzürsən. Çox gözəldir. Biz gəldik Hind restoranına, belə deyim. Spesifik dadı olan yeməklərdən, milli mətbəxdən olan yeməklərdən sifariş vermişik. Hələlik bizə belə bir atışdırmalıq təqdim ediblər. Görək bu necədir. Mən ümumiyyətlə sevirəm ədviyyatlı yeməkləri. Baxaq görək bunlar necədir. Əvvəl. İndi görək yeməkləri necə olacaq. Heç birindən bağlı heç bir təəssüratım yoxdur. İndi dadına baxacağıq. Bayaq bu ədviyyatı yeyib bütün mədəm, qida borum yandı. İndi isə yeməklərin dadına baxacağıq. Deməli bu quzu ətidir. Körpə quzu ətindən Hindistan ədviyyatları ilə Hind sayağı bişirilmiş yeməkdir. Bu toyuqdur. Bu qızardılmış deməli xəmirin içərisində tərəvəzlərdir. Hindistanın bu ön atışdırmalıq deyək də yeməyidir. Biraz acıdır. Bu isə toyuqla olan yeməkdir, baxaq. Bu qəşəngdir. Ədviyyatı çoxdur, amma daha dadlıdır. Milli Hind çayı və xüsusi şirniyyatlardan gətirin. Bizə bunları gətiriblər, indi görək necədir. Bu Hind çayı biraz belə darçın, biraz zəncəfil dadır. Qəşəngdir, yəni dadlıdır, içmək olur. Ədviyyatlı marojnadır bu. Dedilər ki, bunu Hindistanda çox sevirlər. Görək bu necədir.
Bu da marojna kimidir, amma tam marojna deyil. Və son olaraq bunda da baxaq. Bu deyəsən mürəbbə kimi bir şeydir, hə? Nə mürəbbəsidir görəsən. Yo, nə gözəldir bu. İsti bir şeydir. İsti şirniyyatdır. Məncə Misirdə ucuz seçim eləyib sonra peşman olmaq məsələsi biraz daha aktualdır. Ona görə də oteli diqqətlə seçmək, gedəcəyiniz turları əvvəlcədən rezerv eləmək və ən əsası real insanların rəylərini oxumaq çox vacibdir. Biz hər şeyi əvvəlcədən planlaşdırmışdıq və nəticədə nə natəmizlik, nə oğurluq, nə də internetdə oxuduğunuz o neqativ ssenarilərdən heç biri ilə qarşılaşmadıq. Misirlə bağlı şəxsi təcrübəmiz həqiqətən çox pozitiv oldu və əgər bir gün yenidən pozitiv, dincəlməyə fokuslanan bir istirahət seçsək, yenə də seçimimiz elə Misir olar. Həqiqətən çox gözəl və maraqlı bir istirahət eləmişik. Həqiqətən çox gözəl və maraqlı bir təcrübə idi. Burada bir otelin pulunu ödəyərək 2 oteldə dincələ bilirik. Bugün bunlardan danışacağam. İkinci otelə necə gedəcəyik, bütün bunları göstərəcəm. Getdik. Hello. Sigit. No reception, Sigit and Azerbaycan every 15 minutes. Biz hazırda Rixos Şarm el-Şeyxdəyik və bu otelin ərazisində gördüyünüz kimi avtobus dayanacaqları var və bu avtobus dayanacaqlarından biz avtobusa minərək digər otelə, yəni Sigitə rahat bir şəkildə gedə bilərik. Oranın akvaparkından, hər şeyindən istifadə eləyə bilərik. Çünki biz Rixosda müştəriyik. Gəldik artıq Sigitə. İndi baxırıq akvaparkı tapaq. Buranın çox əyləncəli akvaparkı var. Yəqin ki, orada sizə maraqlı video çəkərəm. Mən bura gələnə kimi hardasa 6-7 videoya baxmışdım. Amma heç bir videoda demir ki, Rixosdan digər otellərdəki akvaparka getmək üçün 3-4 bagi dəyişməyə lazımdır. Bir də bir məqamı da deyim ki, bütün Rixoslardan istifadə elədiyimiz kimi, bütün Rixoslarda olan barlardan, içki olan hissələrdən və bir də fast food olan hissələr də var. Onlardan da ödənişsiz şəkildə istifadə eləyə bilərsiniz. Şirniyyat və marojna mağazalar, belə kiçikdə nöqtələr var. Onlardan da istifadə eləyə bilərsiniz. Akvaparkların həvəskarı Seyfulladır. Bəyəndin? Ha, qəşəng. Onda səndən yüksək performans gözləyirəm. Ən hündür atraksiyonu seç və getdik. Bu akvaparkının ən adrenalinli hissəsidir bu. Əla, super, yüzün güzel. Altın yarısı akvapark artıq bağlanır. Ona görə də biz oradan çıxdıq. Yol üstü digər bir Rixosda bir kofe içirik. Gözləyirik bag gəlsin. O bagi gələndən sonra da qayıdacağıq. Biz snorkeling eləməyə gəlmişik və Seyfullah hazırlaşır. Bu maskanın adı snorkeldir. O hissədəki bax xortum hissəsi, Seyfullah biraz yuxarı qaldır. Aha. Xortum hissəsi suyun üzündə qalanda rahatlıqla nəfəs almaq olur. Bəzi balıqlar var, biraz təhlükəli ola bilər, amma çalışmaq lazımdır ki, onlara əl vurmayasan. Biz artıq birinci dəfə girmişik, onları çəkə bilməmişdik. İndi bu cəhdi çəkirik. Seyfullah ilə Rasim bəy getdilər. Hə, balıq işlədi. İncitdi? Talon balığı. Yo, əla, superdir. Ləzzət elədi. Xoş oldu. Hə, çox ləzzət elədi. Çox superdir. Nə balıqları gördünüz? Cürbəcür. Adlarını bilməsəm də cürbəcür balıqlar var idi. Əsas adı ki, qorxulu Amma deyil. yaxından göstərir də, elə bil ki, əl vurmaq istəyirsən, əl batırsan səndən aralıdır bunlar. Hə.
Necəsən Ayan? Yaxşıdır, maska rahatdır? Qorxur deyir ki, Haydi su o zaman. buraxmayacaqdıram, narahat olma. Haydi gedin onda. Qayıtdıq öz otelimizə, Rixusa və alakart restoranlardan birini, yəni İtalyan restoranı Gustonu rezervasiya eləmişdik. Artıq gedirik İtalyan mətbəxinin dadına baxmağa. Günümüz həqiqətən çox əyləncəli keçdi. Əsasən də akvaparka gedin, çox əyləncəli və çox maraqlı idi. Ay maşayıq. Biz oteldən çıxdıq və gəldik saat 5-dir. Biz bugün safari turuna yazılmışıq. Artıq avtobusdan düşən kimi o qədər toz olur ki, mütləq gərək bağlanasan. Baş örtüyünün nə qədər vacib olduğunu bir daha anladım. Eynək də mütləqdir, çünki gözündə dolur tozla. Birazdan indi buradan çıxandan sonra ağzımızı da bağlayacağıq və hazırdır. Seyfullanı da sizə göstərim. Seyfullah artıq peşəkarlaşıb. Buradakı şəxslərə də kömək elədi bağlamaq üçün. Seyfullaya deyirlər ki, sən ərəblərə oxşayırsan. Ay maşayıq. Deməli, bizim turumuz ikimizə birlikdə $80 almışıq bu turu, safari turunu. Ola bilər qiymətlər dəyişsin, başqa-başqa vloqlarda, başqa-başqa şəxslərdən başqa qiymətlər eşidə bilərsiniz. Artıq bizə məlumat verirlər ciplərin istifadəsi ilə bağlı və mənim başörtüyüm biraz açılmışdı. Onu bağlayırlar. Artıq biz yola çıxmağa hazırıq. Artıq yola çıxdıq. Adətən burada ciplə səfərlər bax belə karvan formasında olur və sağımızda da, solumuzda da bələdçilər var. Bu çox yaxşıdır. Quadratsikl macərasından sonra bütün hər yerimiz tozdur. Gözüm, ağzım, əllərim, hər yerim tozdur. İndi bizə belə bir ərəb çayı gətiriblər. Balaca stəkanda. Görək necədir ərəb çayı baxaq. Təbii ki, ədviyyat var içində. Dadlıdır? Bizim tur rəhbərimiz yaxşıdır, yəni tez-tez soruşur, nəsə bir narazılığınız varmı, nəsə bir problem sizi narahat edən kimsə varmı, tez-tez soruşur. Və biz yolda dəvələrdən də istifadə elədik. Bu arada safarinin həqiqətən də ən maraqlı və ən əyləncəli hissəsi elə dəvələrdir. Bu arada uşaqlar da məncə zövq alar bundan əgər uşaqla gəlsəz. Bizim turda da uşaqla olanlar var idi. Biz safari turundan sonra yemək yemək üçün indi bir yerdə əyləşdik, yəni bizi bir yerə gətirdilər. Azərbaycan xalqı juda katta sevgilimiz var. Assalomu alaykum. Thank you. Thank you. Hi. What's your name? Mira. Mira. I am YouTuber. Like you safari? Yes. Yes. Bu ailə Qazaxıstandandır, qardaş isə Özbəkistandandır. Mən çox şad oldum sizlə tanış olmağıma. Bizim həmsöhbətlərimizdir. Sizə Bədəvi gecəsində təklif olunacaq yeməkləri göstərirəm. Azərbaycan. Kebab idi, bulgur idi, spagetti idi. Mən bir balaca bulgur götürdüm, amma bəlkə də isti olduğuna görə, hər yer çox tozlu olduğuna görə adamın elə də iştahı olmur yeməyə. O maraqlıdır, o tam, o ambiyans maraqlı idi. Və onların öz milli lavaşıdır bu. Lavaş doğrudan da böyüyə gəlmişkən. Bu ailə ilə biz burada tanış olduq və çox mehriban idilər.
Deməli, bu rəqslə bağlı sizə məlumat verəcəm. Safari turu ilə maraqlansaz, hər yerdə bu qarşınıza bax bu rəqs çıxacaq. Bu sufizmin əlamətini özündə daşıyan Tanaura rəqsidir. Baxın, bu ətəyin adı Tanauradır. Dərvişlərdən qalan bir rəqsdir. Əvvəllər dini mərasimlərdə olub, icra olunub, amma indi artıq əyləncə və şou üçün də istifadə olunur. Kişilər arasında bu arada da çox yayğındır. Yəni kişilər eləyir bu rəqsi. Və bu qəşəng qız da rəqsi müşayiət eləyir. Və səhradakı gecənin sonuna gəldik. Hər şey çox maraqlı idi. Və ən həyəcanlı hissəsi biz kvadrosikllə geri qayıdırıq. Turun başladığı yerə qayıtmalıyıq uzun bir müddət. Saat 9-dur və bizim turumuz, safari turumuz yekunlaşdı. Çox əyləncəli, çox maraqlı, bol tozlu və bol günəşli idi. Bugün Şarımda biz çıxmışıq şəhər turuna. Bizim oteldə ümumiyyətlə transfer eləyən Joyce Tour bizə təklif elədi ödənişsiz şəhər turunu. Hələlik ki gəlmişik dəvələrin maketinin yanına. Əl-Salam məscidinə gəlmişik. Bu məscidlə bağlı dedilər ki, ümumiyyətlə burada dress koda, yəni baş örtüyünün olmasına xüsusi diqqət edirlər. Mən də baş örtüyü gətirmişəm. Birazdan örtüb içəri keçəcəm. Deməli, Seyfullah video çəkir. Bizə isə dedilər ki, əyləşmək lazımdır. Deməli, yalnız hicab olanlar məscidin içərisində gəzə bilərlər. Biz isə əyləşdik burada. Normalda bu paketlərin biri 5 dollardır, amma biraz gəzəndən sonra biz 15 dollara 4 paket tapdıq. Xurmadır, üzü şokoladla olan bu formada. Bu xurmalı şokoladları aldıq və bir də bir-iki suvenir aldıq hədiyyə kimi. Apteka girmişdik. Bu arada burada aptek ucuzdur. Ona görə yəni sizə uyğun olan nələrsə varsa və dəvə südündən hazırlanmış məsələn məhsullar var. Onlardan istəsəz ala bilərsiniz. Bizim evdəkilər tez-tez bu kimi masaj kremidir bu. Nazdır belə deyim, istifadə edirlər və bunlar endirimdə idi. İkisi bir yerdə. Biz buna verdik 10 dollar. Belə bir üz üçün nəmləndirici aldım. Bu da dəvə südündəndir. Bunu axtarırdım yəni. Bunu aldıq 5 dollara. Belə bir ağrı kəsici almışıq. Bu da 5 dollardır. Bu ağrı kəsicidir onurğa və oynaqlar üçün. Özümə vitamin C almışam. İndi bu vitamin C-dən içəcəm birazdan. Bu da 5 dollardır. Qızım üçün belə bir vitamin kompleksi aldım. Mango dadı gəlir. Dedilər ki, çox yaxşıdır. Hamı əslində uşaq üçün vitaminlər alırdı. Bu da vitamin kompleksidir sadəcə. 6 dollar idi. Olmazsa olmazımız. Bunu özüm almışam. Burlokdur. Birini də hədiyyə almışıq. 2 dənə burlok. Bir də belə dəvə almışıq. Bu da maqnitdir. Bir alakart restoranı rezervasiya eləmişdik. Bugün üçün Asiya mətbəxi. Oxudum menunu, dedim ki, ən sadə sup budur, tərəvəzlər. Çox qəribə bir iyi gəlir. Asiya mətbəxinə gəlməklə düz elədiyimi bilmirəm. O qədər qəribə iyi gəlir ki, amma dadına baxacağam. Bütün zəncəfillə yəni yandım. Acıdır. Ağzıma da diri-diri zəncəfillər gəlir. Çox acıdır. Ümumiyyətlə onlar zəncəfili çox sevirlər. Hər şeyin içində zəncəfil var. Şirin və turş toyuq sifariş vermişdim. Pekin üsulu. İndi görək bu necə olacaq. Seyfullah isə ördək sifariş verib. Asiyalı dostlarımızla sağollaşdıq. Hər şey çox gözəl idi, fərqli idi, fərqli dadlar yemək, dadmaq çox yaxşıdır. Həqiqətən mən sevirəm onu. İndi isə gedək. İstəyirəm ki, buradakı otelin yaxınlığındakı 1-2 mağazaya girək və görək oradan nəsə ala bilirikmi. Seyfullah bazarlıq edir. Bu maqnitlərin ikisini. I have it. Thank you. Thank you. 3'ü 1 dollara maqnit aldıq. Halbuki birini 1 dollara deyirdilər hər yerdə. Deyirsən biz bayaq birini 1 dollara almışdıq hə şəhərdə. Şəhərə apardılar bizi. Orada əlbəttə ki baha idi. Burada ama pazarlıq eləmiyordu. Burada pazarlıq eləmiyordu. 2 dənəsini 1 dollara istədim, 3 dənəsini 1 dollara verdim.
Və biz buradan qiymətli də olar. 5 dollara baş örtüyü aldıq. Safaridə taxmaq üçün ağ rəngdə çox gözəl materialı var. Yerdə də belə məhsullar var. Salam əleykum. Mango, ananas çeşidləri var burada. Bu sadə mangodur. Bu ananasla mangonun calaq olunmuş versiyasıdır. 2 dollar, 3 dollar və 4 dollar kimi qiymətlər. Səni potensial müştəri kimi gördüyünə görə istəyirlər ki, nəsə satsınlar və biraz adamı yorur bu. Yəni hamıya deməlisən ki, yox, istəmirəm, çox sağ olun. Sonra sənə başqa nəsə təklif eləyirlər. Biraz yorursan, baxın. Thank you, thank you. Sadəcə baxın deyir. Buradakı barmendən fərqli və maraqlı bir kofe istəmişik. Bizə kofe hazırlayıb, görək necə olacaq. Bəyənəcəyik. Dedim, çox az şəkər olsun. Görək. Bəcə bişirdi, indi aparaq. Thank you. Thank you. Fıstıq aroması da var içərisində. Görək necə olacaq. Biraz bişirdi, biraz aparatda hazırladı. Görək necədir. Möhtəşəmdir. Çox dadlıdır həqiqətən.